Misir Mərdanova 1,7 milyonluq bir ittiham var, dəyərli izləyicilər. Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev barəsində çıxarılmış qiyabi həbs hökmündən apellyasiya şikayəti verilib. Teleqrafın əldə elədiyi məlumata görə Abdullayevin müdafiəçiləri ittihamların əsassız olduğunu, təqsirləndirilən şəxsin dindirilmədiyini və s. və s. Burada ən vacib məsələ maraqlıdır ki, Elşad Abdullayevin cinayət işi materialında sabiq təhsil naziri Misir Mərdanovun da adı çəkilib. O, sabiq nazirin adını bu işdə adı keçən və vaxtı ilə həbs olunan Bakı şəhər İcra Hakimiyyətinin keçmiş əməkdaşı Nəriman Ağayevlə söhbətində hallandırıb. Belə ki, Elşad Abdullayev Nəriman Ağayevə Azərbaycan Beynəlxalq Universitetinin idman kompleksinin sökülməməsindən ötürü oradan salınması nəzərdə tutulan Bakı metropoliteninin yeni tikiləcək xəttinin kənardan keçirilməsi və beynəlxalq universitetə tələbə qəbulu üçün plan yerlərinin alınması məqsədi ilə 500.000 manat verib. Bu iddiasıdır. Elşad Abdullayevin Nəriman Ağayev vəd etdiyi məsələni həll etmədikdə, həmçinin aldığı pulu qaytarmaqdan imtina etdikdə bununla bağlı onların arasında mübahisələr yaranır. Nəriman Ağayev isə danışıq zamanı Elşaddan evin sənədlərinin düzəldilməsi və həmin evin qarşısındakı torpaq sahəsinin alınması üçün 130.000 ABŞ dolları, tələbə qəbulu üçün əlavə plan yerinin ayrılması məsələsinin güya həll ediləcəyi məqsədi ilə 500.000 manatı götürməsini etiraf edib. Bax, belə bir məsələ var. Misir Mərdanov məndən plana görə 1 milyon alıb, bax, belə bir iddiası var. Qeyd edək ki, Misir Mərdanov 2013-cü ildə təhsil naziri vəzifəsindən azad edilib. Bu arada Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Elşad Abdullayev qiyabi olaraq 15 il müddətinə azadlıqdan məhrum edilib. Hər halda çox ağır iddiadır. Misir Mərdanovun nə cavab verəcəyi çox önəmlidir. Çünki Misir Mərdanov az müddət deyil, 15 il Azərbaycanın təhsil naziri olub.